Apple-ın ən çox gözlənilən proqram yeniləmələrindən biri olan iOS 27 üçün geri sayım başlayıb. İyun ayında təqdim olunması gözlənilən bu versiya ilə yanaşı, bəzi köhnə iPhone modellərinin dəstək siyahısından çıxacağı artıq dəqiqləşir. Global Ner xəbər verir ki, məlumatlara görə xüsusilə 2019-2020-ci illərdə təqdim edilən bəzi cihazlar yeni yeniləməni almayacaq. Bu isə həmin modellər üçün proqram təminatı dəstəyinin sonu deməkdir. iOS 27 yeniləməsini almayacaq modellər: iPhone SE 2-ci nəsil, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max. Bu modellər uzun illər ərzində stabil yeniləmələr alsa da, artıq texniki imkanlar yeni nəsil xüsusiyyətlər üçün kifayət etmir. Xüsusilə A13 Bionic prosesorunun güc limitinə çatması, RAM məhdudiyyətləri və süni intellekt əsaslı yeni funksiyaların artması bu qərarın əsas səbəbləri kimi göstərilir. Qeyd edək ki, Apple daha əvvəl də iPhone XR və iPhone XS modelləri üçün yeniləmə dəstəyini dayandırmışdı.